Təyyarə qəzaları zamanı hadisənin necə baş verdiyini araşdırmaq üçün əsas diqqət qara qutuya yönəlir. Bəs qara adlandırılan narıncı rəngdə olan bu qutu özündə hansı məlumatları saxlayır? Bu barədə danışacağıq. Qara qutu zədələnməsi çətin, aşkar edilməsi asan bir predmetdir. Ona bord qeydiyyat cihazı da deyilir. Qara qutu kompüterin sərt diskinə və ya yaddaş kartına bənzəyən xüsusi qorunan qeydiyyat aparatıdır. O, uçuşun və təyyarənin istismarının bütün vacib parametrlərini, eləcə də pilot kabinəsindəki söhbətləri qeydə alır. Əvvəllər bu komponentlər bir-biri ilə əlaqəsi olmayan iki müstəqil cihazda yerləşirdi. Bu gün artıq hər iki funksiyanın birləşdirildiyi modellər istehsal olunur. Bununla belə, qaydalara görə təyyarənin bortunda yenə də iki belə birləşdirilmiş qeydiyyat cihazının olması zəruridir. Ekipajın hərəkətləri, idarə sistemindən kənara çıxma dərəcəsi, qalxma və enmə mexanizminin yığışdırılması və buraxılması, döyüş düyməsinin basılması, naviqasiya, sürət və hündürlük, kurs, ötürücü mayakların keçirilməsi və digər bütün məlumatlar bu qutuda cəmləşir. Qara qutular istifadəyə verilməzdən qabaq sınaqdan keçirilir. Bu cihazlar 700 km/saat sürətlə beton divara çırpılmağa, ən azı 5 dəqiqə ərzində 2,25 ton təzyiqə, ən azı 1 saat ərzində 1000 dərəcəyə qədər temperaturlara tab gətirməli, suyun altında 6000 metrə qədər dərinlikdə qala bilməlidirlər. Dənizdə tez tapılmasını təmin etmək üçün qurğular duzlu su ilə təmasda ikən avtomatik olaraq radio mayak işə salır və onun siqnalını 2 km radiusda tutmaq olur. Bu radius böyük olmadığından xilasedicilər təyyarənin qalıqlarının təxmini yerini bilməlidirlər. Qara qutudakı səs yazan təyyarənin kabinasındakı bütün səsləri qeydə alır. Pilotların söhbətləri ilə yanaşı, bord kompüterindən verilən təlimatları, yerüstü xidmətlərlə əlaqəni, stüardessalarla söhbətləri, habelə ekipajın sərnişinlərə verdiyi bütün elanları qeydə alır. Qara qutudakı söhbətlərin yalnız son 120 dəqiqəsi saxlanılır. Köhnə məlumatlar avtomatik silinir.